Bayramın səhəri düşdüm aşağı ki, işıq vuram. Dedilər ki, işıq qalxıb, qaz qalxıb. Çox pis oldum. Dedim də bu bayram elədi, heç üzümüz gülmədi. Bunu niyə belə eləyirlər? Bizim özümüzün hər bir şeyimiz var. Biz ən gözəl respublikada yaşayırıq. Da bunu belə eləyirlərsə, biz də pis oluruq. Tarif Şurası eşitdik qəfildən qaldırıbdır. Hamıdan narazı. Şəxsən biri mənim özüm narazıyım. Kirədə qalan adamım. Mən bu gün kredit bankaya işləyirik, bir də ki kommunalya. Bunu dövlət görsün də, nə olar bizə bir əncam eləsin. Qaz bu Azərbaycanda istehsal olur. Hər bir şey bunu qaldıra, hər şeyi də götürürlər Avropa ilə. Avropa verən maaşı bizə vermir axı. Nəylə dolanıma bala? O deputatlar, nazirlər oturub yeyir, qızarır, deyir cəmaət yaxşı dolanır. Beşi ki yaxşı dolanır. Mənim kimi oğlu kız olmayanlar kasıb tutdular, nə dərd olansın. Bunlar ancaq qaldırmaqla məşğuldur. Yendirməklə işləri yoxdur. Bu kasıbların sürdüyü maşın 92 ilə işləyir. Var zənginlərin, dövlət məmurlarının sürdüyü maşın 95 ilə işləyib. Premium işləyir. Onların qiyməti yendirir aşağı, amma kasıbların qiyməti maşının benzinini qaldırırlar. Bu həqiqətən də ədalətsizlikdir.